Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə Vətən Yaraları əsərinin təhlili ilə tanış olacağıq. Nəzərinizə çatdırım ki, kanalımızdakı bütün təhlillər oxu üzrədir. Bununla belə bəzi şərhlər görürəm, gəlib yazırlar ki, müəllim sadəcə oxuyur. İlk 2-3 dəqiqə baxsaz, bəli, bunu səsli kitabdan səhv salacaqsınız. Ancaq, yoldaşlar, mən sizə hər qayda kitabında olan məlumatları demirəm. Mən sizə imtahana düşən məzmun detallarını deyirəm. Onsuz da bunun bir, deyək ki, hekayə janrı olduğunu, hekayənin nə olduğunu siz hər yerdə görürsünüz. Amma hər yerdə imtahana düşən sözbəsöz qeyd olunmuş detalları məncə görmürsünüz. Və izləyicilərimizin də bir çoxu bizim təhlillərdən razıdır. Arada belə şərhlər də gəldiyi üçün açıqlamaq istədim ki, indidən bilginiz olsun. Davam edək. Deyək ki, yoldaşlar, burada məlumatlarda qeyd olunub. Olimpiyadaçılar buradakı əlavə məlumatları oxumalıdır. Qalanlarına ehtiyac deyil. Səngərimdən çıxanda üzgüçü suya atılan kimi ön xəttin atəşinə atılmışdım. Nə gürultu, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm. Gürultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Deməli, uşaqlar, mətnin, yəni əsərin başlanğıcı bizim birinci obrazımızın, yəni təhkiyəçinin, hadisələri danışan şəxs təhkiyəçi adlanır. Yəni, məsələn, mən sənə başıma gəlmiş bir hekayəni danışıramsa, deməli, mənəm burada təhkiyəçi. Burada da təhkiyəçi öz başına gələn hadisədən danışır və fikir versəniz, ön cəbhədə, ön xəttdə vuruşan adamdır kimdirsə və o özünü qəribə bir halda təsəvvür edir. Biz buradan başa düşürük ki, o biraz vəziyyəti ağır, yaralıdır. Yəni, əsərin başlanğıcını yadda saxlayın, sizi çaşdırmaq üçün fərqli başlanğıclar deyə bilərlər. Döyüş surəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Özünü bu məqamda ağaca bənzədir. Qanın gözünü örtülməsi detalı, bilirsiniz, Qazanxanda da bənzər hadisə olmuşdu. Uruzun dustaq olduğu boyda yazığı gözündən yaralamışdılar, onun da qan gözünü örtmüşdü. Sanki bir səs mənə deyirdi, bəsdir, burax, lakin mən bunu eşitmək istəmirəm. Gördüyünüz kimi, əskər bədəni artıq pis bir vəziyyətdə olsa da, beynində hələ də öz mübarizəsini davam etdirir. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm, bacarmıram. İsti mayənin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm, görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib yox olurlar. Yəni, bir əskərin yaralandığını siz görürsünüz və onun get-gedə bədəni öz gücünü itirir, taqətdən düşür. Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar. Birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bu hissləri keçirmədim, bunları xəyalıma da gətirmədim. Gözümü açanda özümü isti və təmiz sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc qızın tərimi sildiyini, su içilmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deməli, onun digər yaralanmış dostlarından bir fərqi var. Nədən ibarətdir bu fərq? Digərləri kimi müəyyən xatirələr gözündə canlanmayıb, təəssüratlar formalaşmayıb. Sadəcə bir qəlbində rahatlıq tapıb, o da ki, gözünü açanda görüb ki, artıq həyata qayıdıbdır, bir, deyək ki, xəstəxanada gözünü açır. Deyəsən məni bunlar qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğrulmuş qızlar qaytarırlar. Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissi sükut aləmindən qayıdıram. Fikir versəniz, uşaqlar, əsərin əvvəlindən bura qədər əskər öz hal və vəziyyətini xüsusi seçilmiş sözlərlə, cümlələrlə
izah edir. Burada bir fəlsəfə var, bunu duymaq lazımdır. Birazdan bunu genişləndirəcəm. Ürəyimdə bir şadlıq var, dodaqlarım qaşdı. Üzülmüş, qanını itirmiş dəri ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra məni bircə düşüncə yaxaladı. Haraya qayıdıram? Neçə illər ömür keçirdiyim, doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, sevindiyim həyata qayıdıram. Bu cümləyə diqqət edin, bu sırf cümlə olaraq önəmlidir. Orada hələ görmədiyim nələr var. Bunu kitabdan nə oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Diqqətli olun, burada fiziki və mənəvi həyat qarşılaşdırılır. Onu möhkəm addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyallar aparır. Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın başına yol tapmır. Həyatın keşməkeşləri onlara yol, imkan vermir. İndi isə əl-qolunu boş qoyub yatağa uzanmış bədən tamamilə onların qanadlı düşüncələrin ixtiyarındadır. Deməli uşaqlar bir xəstə kimi özünü görür. Bir əsgər idi bayaq, indi bir xəstə kimi yatağa məhkum olmuş bir adam kimi öz düşüncələrini bölüşür. Və fikir versəz hələ də öz xəyal aləmindən tam ayrılmış deyil. Düşünürəm, görürəm ki, mən həyata azğın bir maraq üçün qayıtmıram. Oynamağa gəlmirəm. Dolu süfrələr başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib tərif eşitməyə gəlmirəm. Məxmər stol dalında tabələrimin üstünə qışqırmağa, əmrlərə, fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Deməli, ölümdən qayıdan insanlar adətən ölümdən qayıtdıqdan sonra digər bir həyata sanki qədəm qoyurlar. Sanki yenidən doğulmuş kimi hər şeyə sıfırdan başlamaq istəyirlər. Buna görə də yoldaşlar, biz nə etməliyik? Biz burada bu məlumatları nəzərə almalıyıq ki, müəllif də öz daxilində belə bir yumşaqlıq hiss edir və əvvəlki kimi əyləncələr və s. onun üçün maraqlı deyil. İstəyir ki, artıq ölümdən döndükdən sonra digər artıq mərhələni, həyatındakı o qədəm qoyduğu mərhələni daha yaxşı keçirsin. Təhkiyyəçi. Deyəsən, bayaq müəllif dedi. Məndə qəribə bir arzu baş qaldırdı. 2 ömür istəyirəm. İstəyirəm ki, ilk ömrüm təcrübə dərsi olsun, bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür imkanı verilsin, belə ömrün qədrini bilərəm. Bax, bayaq dediyimiz. Ölümdən dönəndən sonra sanki insan özünü yenilənmiş hiss edir və həyata daha yaxşı və mənəvi tərəfi ilə baxır. Artıq o pul barədə çox düşünmür, mal-mülk barədə çox düşünmür, əsas həyatın gözəlliyinə fokuslanmaq istəyir. Burada da gördüyünüz kimi bu 2 ömür məsələsi olduqca önəmli, fəlsəfi bir məsələdir, buna diqqət edin. Belə ömrün qədrini bilərəm, mən yenidən bir körpə olum, anamın o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum. Ana ilə bağlı dəyərlər, ailəvi dəyərlər bu əsərdə öz əksini tapıb yoldaşlar. Atamın sərin torpaq astanasında üməkləyim, səsim gəlsin, yıxıla dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən qayğısız körpəlik günləri başlasın. O günlər məgər xəyal onları gətirib yetirə bilməzmi? Qapımızdan keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif küləklər, daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi. Deməli, burada qeyd olunan bir məlumata əsasən biz nə deyə bilərik? Baxın, əvvəla o dostlarından fərqli olaraq yaralandığı halda bunları gözünün önünə gətirməyib. Amma sağalandan sonra, yəni sağalma mərhələsində artıq o həyata qayıdandan sonra bunları əksinə göz önünə gətirir, o günləri, şirin xatirələri xatırlayır. Hanı mənim taytuşum, aşıq atan, top oynayan, gizlan qaç yoldaşlarım, vuruşub barışdığım, atıb tutduğum, ayrılıb birləşdiyim yaşıdlarım. Bax, bunlardan doymamışam. Ömrün 100 gündürsə 99-unu yurdumda, torpağımda yaşamışam. Bu cümlə də olduqca önəmlidir və yenə də deyir ki, doymamışam. Nəyini deyim? Xoş saatları, əziz günləri, münis axşamları. Munis mehriban mənasına gəlir. Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əskər onları arxada qoyub gəlmişdi, onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmişdi. Deməli, burada əskərin vəzifəsi xatırlanır. Və bir də deyir ki, heç bir xatirə
cəbhədəki qədər şirin olmur. İnsan adətən xoş günlərin üzərindən zaman keçəndən sonra pis günlərdə bunun qədrini bilir. Məsələn, biz indi çox sağlıqlıyıq, şükürlər olsun. Ancaq biz başımıza bir iş gələndə bu sağlıqlı günlərimizi xatırlayırıq, sağlam günlərimizi xatırlayırıq və bir ah çəkirik. Düzdürmü? Bizim üçün əziz gəlir həmin anlar, hansı ki vaxtında biz o anların dəyərini çox bilməmişik, çox üzərində durmamışıq. Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Deməli, hazırda Səhra xəstəxanasındadır və onu cəbhədən uzaqlaşdırırlar, arxaya yollayırlar. Biri mənim yaşıdığım məktəb yoldaşım Nəsrəddin idi. Uşaqlar, Nəsrəddin və Lətiflə bağlı suallar düşə bilər, qabağınıza çıxa bilər. Ona görə də bu iki şəxsin aradakı fərqini bilməlisiniz. Diqqətlə baxın. Birinci nədir? Bax, mənim yaşıdığım və məktəb yoldaşım Nəsrəddin. Biz universitetdən, tələbəlikdən çağırmışdılar. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadıma düşür. Nəsrəddinin belə yaraşıqlı çantası var idi, özü də qayışla belinə bağlardı. Bəzən onun çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir, bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir sirrini ona deyir, təhlükəli yerlərə onu özü ilə aparır. Burada uşaqlar, Nəsrəddin obrazı barədə biz önəmli bilgilər alırıq. O kimlə yaşıddır? Bizim hadisələri danışan şəxsimiz təhkiyəçi ilə, adı çəkilməyən əsgərlə yaşıddır. Məktəbdən və eyni zamanda universitetdən bir-birlərinə yoldaşdılar. Uşaqlıqları görünür ki, bir keçibdir və komandirin sirrini ona deməsi, Nəsrəddinin komandirə yaxın bir insan olmasını yadda saxlayın, Lətiflə onu səhv salmayın. İkincisini isə cəbhədə tanıyıb. Birini uşaqlıqdan, universitet vaxtından, birini cəbhədə. Kolar kəndindəndir. Min arvadın oğlu Lətifdir. Atası çoxdan ölüb, anası kənddə nümayəndə idi. Qadınlar yığıncağında onu stol başında ayaq üstə durub açarı mürəkkəb qabına döyən, sükut istəyən görərdin. Yaraşmasa da həmişə sədrlik etmək istərdi. Lətif isə anasına oxşamır, baş aşağı, üz yolu oğlandı. Anası məlumdur, indi sədrdirsə gərək danışan deyən bir qadın olsun, səsi gür çıxsın. Amma görürsünüz ki, Lətif barədə danışarkən biz onu daha utancaq bir adam kimi təsvir edirik. 2 yaşda balacadır. Deməli, Nəsrəddinlə hadisəni danışan yaşıddır. Onlardan 2 yaş balaca olan da Lətifdir və yüngülayaqlıq eləyərdi. Hər işə gedər, bəzən suyumuzu, çörəyimizi hazırlar, yürüşlərdə gecə istirahət əmri veriləndə bir də görərdin, Lətif çəkməsinin dabanı ilə yeri döyür, torpağı hamarlayıb 3 adam üçün yataq düzəldərdi. Əlik qazlarımızı başımızın altına qoyub tirtab düşərdik. Önəmli məlumatlardır. Obrazları səhv salmamaq üçün yadda saxlayın. Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. Mən bu Səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir şəfqət bacısını görürdüm. Yanıma gələn məni dindirən olmadığına görə darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri şəfqət bacısı buraxmır. Bəziləri qaytarır, bəzilərinə də yalan satır ki, xəstə yuxudadır. Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi. Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim, oyanmışam dedim. Bacı, burax gəlsin. Deməli, artıq 7 gündür burada qalır, bu tarixə də diqqət edin. Bunu dediyim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədiyim, çarpayıya sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım ümidsiz kimi balışa yapışıb qaldı. Yoldaşlar bir üzü xətir, bir üzü zorgüc özlərini mənim yanıma saldılar, bacı onlara yalvarırdı. Həkim bilsə mənim atamı yandırar, amanın günüdür, tez gedin. Nəsrəddin ona təsəlli verdi. Tez, arxayın ol, tez gedəcəyik. Lətif 2-3 dəqiqə, artıq yox. Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Mənim alnımdan öpüb zəif əlimi ovucun içinə almış, illər ayrısı kimi həsrətlə söhbətə başlamışdı. Öpən və eləcə də birinci yaxınlaşan kimdi yoldaşlar? Nəsrəddin. Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər. Güllə yarası əti bişirir, tez sağalır. Ananın duası da sənə kömək eləyir. Yaxşı ötüşmüsən. 10-15 günə duracaqsan. Deməli, ona
Bu cür təsəlli verirlər. Bu cümlələrə də diqqət edin. Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi. Ədib kimə deyilir? Yazıçıya, sənətkara deyilir. İnanıram, sən daha çox ağrı duyursan. İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca ağacların gövdəsini yarıb içində oraq qalıyırsan, halına təfavüt eləmir. Sağlam, uca boylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir. Deməli, burada ağacla insan arasında bir nə var? Qarşılaşdırma var. Ağac, insan. Bu vəhdət başqa hansı əsərdə var? Şərhlərdə yazarsınız, dinləyərik. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki, bir ay sonra qovaq ağacının bıçaq vurulan yeri möhkəmlənmiş, bərkmiş görərsən. Sağlıq olsa sən həm müalicə olunacaq, həm dincələcəksən, həm də ki, Lətif Nəsrəddinin ürəyindən xəbər verdi. Həm də ki, vətənə gedəcəksən. Deməli, biz burada görürük ki, o artıq qayıtmaq üzrədir. Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar 10 illərə bərabər olan bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər. Deməli, onların gəlişində bir başqa məqsəd nədir? Özləri haqqında məlumatı sevdiklərinə təhkiyəçi, baş qəhrəman vasitəsilə ötürməkdir. Yəni ki, sən qayıdırsan, bizim ailəmizə də bir baş çək, onlara da məlumat ver, bizdən danış. Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayırmırdı. Səndən deyirdi, heç nə istəmirəm, bizim evə get, mənim yazı stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver. Gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız zad yazan, itirib axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yan bu yana keç, anamın sözünü, sorğusunu qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam, yəni ətraflı. Universitetə bilirəm, gedəcəksən. Uşaqlara bir salam de. Bu gördüyün gürültuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur. Onu bir al, bax gör kitabxanaçı deyirmi ki, bu oğlan niyə kitab götürmür? Gördüyünüz kimi uşaqlar, biz burada Nəsrəddinin arzusunu görürük. Ona bildirir ki, mənim evimə get və filan işləri gör. Eləcə də universitetdə uşaqlara da salam deyəsən, hətta kitabxanaçı detalına da diqqət edin. Lətif isə universitetdən tanışı deyil ki, yox. Ona görə Lətifin istəkləri bir balaca başqadır. Özün bilirsən də nə deyim. Arvad işsə birbaş yanına gələcək. Bu şəkli ver, deyinən nigaran olmasın. Deməli, şəklini öz anasına yollayan kim idi? Lətif. Bacarsan bizim məktəbə dedək. Baxın, universitet Nəsrəddindədir, məktəb isə Lətifdədir. Gör Ədil müəllim, oradadırmı? Bax, burada kitabxanaçı yad olunur Nəsrəddində, Lətifdə isə Ədil müəllim. Gör yenə dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünvanımı direktora Ədil müəllimə ver, bəlkə məktub yazan oldu. Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu. Yenidən Nəsrəddinin istəklərini biz görürük. Deyir ki, get bizdə də 1-2 gün qal, qoy anam da oğul səsi eşitsin. Bu istəyə fikir verin yoldaşlar, olduqca mənalı bir istəkdir. Yəqin hazırlıq görəcək, nahardan sonra mənim tarımı al. Deməli, Nəsrəddin musiqi aləti, tar çala bilir. Tozunu sil, bağrına bas, bir çargah başla. Hətta deyir, istifadə də eləsin. İnan ki, üstümə 100 topdan güllə yaxsa da mən burada onun səsini eşidəcəm. Fikir verin, musiqi alətinə, musiqiyə olan sevgisi. Lətif yenidən tapşırığa keçir. Kəndə gələndə Kövşənə, Dişli qaya tərəfə çıx. Durna gözlü bulaqdan ovuca mənim əvəzimə iç. Yazdı. Otur, bir quşları dinlə. Gör onlar nə deyir, dünyanın bu işlərinə onların mahnısına kar eləyir ya yox. Dünyanın bu işləri onların mahnısına kar eləyir ya yox. Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən taparsan. Deməli, Lətifgilin kəndi həqiqətən bərəkətli bir kəndiymiş. Ax o yerlər səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa daşa sürtmək istəyirəm. Daha orada demir ki, get torpağı öp.
Sadəcə öz istəyini bildirir ki, ora səcdə eləmək istəyirəm. Yəni yoldaşlar, Lətif və Nəsrəddinin istəklərini yadda saxlamaq lazımdır. Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. Deməli artıq təhkiyəçi yola çıxıbdı yoldaşlar. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə dəyişmişdi. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdi. Mənə elə gəlirdi ki, hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz möhkəm, inan və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr, baş əyərək cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına xeyir-dua verir. Bənzər məsələ cəbhəyə gedənin arxasınca müəyyən varlıqların sanki onu yola salması detalı hansı əsərdədir? Zəhmət olmasa şərhə yazın. Anamı evdə tapmadım. Açarı bir-birimizə bələddiyimizdən yerdən götürdüm, qapını açıb evdə rahatlandım. Bu evdə nə təzəlik var? Mənim əsgər şəklim stolun üstündə, məktubların üst-üstə səliqə ilə qoyulub. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə göndərir. İstədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır. Oxunmamış qəzeti o tərk etməz. Evin hər tərəfində bir qayğı ilə əli gəzirdi. Bu əməksevən, zəhmətdən həzz alan əsgər anasının əli idi. O hər qədəmi oğul yolunda atırdı. Deməli, oğlu evdə olmasa belə anası o varmış kimi davranır və oğlunun hər an evə gələcəyini düşünərək addım atırdı. Bunların hamısı mənə aydın idi ki. Lakin anlaya bilmədim. Anam evin açarını nə üçün həyətdə xəlvət bir yerdə qoyub gedir? Qapını özündən başqa heç kimsə açmayacaq, bəs açarı kimi etibar edir? Bura diqqət, önəmli bir məsələ. Anam mənim bu sualıma köksümü ötürərək cavab verdi. Bala, dedi, çox vaxt səninlə oturub söhbət edirdim, sən cəbhədə bəlkə də atışmadasan. Mən burada bardaş qurub sənin körpə çağında görürəm, dindirirəm, danışırsan, oynayırsan. Açar orada dursun, mən onu yaxşı niyyətlə qoyuram, elə bilirəm evimizdəsən, sənin səfərin uğurlu səfərdir. Bu sözə diqqət. Ürəyim mənə deyir ki, sən işdən qaydanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get. Gördün ki, niyyətim düz çıxdı. Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin, çıxdın. Görün, ananın təmiz qəlbi olması və ananın ehtimalı doğru çıxdı. Burada önəmli bir məsələ var. Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə deyirdim, önəmli bir cümlə gəlir, diqqətli olun. Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan başa cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur. Bağlı. Yemeğin stolu şeyde gazın üstünde de yersin. Salatta kaldın. Allah razı olsun. Ört qapını. Vətənin hava sularındandırmı? Adamlarımızın cəbhəçidir deyə mənə göstərdikləri qonaqpərəstlikdəndirmi? Görüş sevincindəndirmi? Nədənsə mən çox tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. Nəhayət anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin də Lətifin də anasını çağırdı. Fikir verin. Anası özü çağırıb. İstirahət günü bizim evimiz səfər evinə oxşuyurdu. Hələ bir sovqat bağlayıb gətirmişdi. Mən yalvardım ki, canım bunların heç birinə ehtiyac yoxdur. Bunu aparmaq özü çətin işdi, buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan kim? Anam məndən xəlvəti bir qutu bağlamışdı. Bala deyirdi.
Bu üçünüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun. Fikir verin, önəmli detaldır bu. Ayrı bir, özəl bir bağlama var. Cəbhəyə qaydanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə göndərmək fikrində idilər. Sizə soruşub deyə bilərlər, sizdən soruşub daha doğrusu deyə bilərlər ki, kimin vəzifəsini artırmaqdan danışılır? Təhkiyəçinin, nə Nəsrəddin, nə Lətif, heç birinə aid deyil. Mən yoldaşlarımdan ayrılmayım deyə bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarımın heç birini yerində tapmadım. Nəsrəddinin 2 gün əvvəl yaralandığını, Səhra xəstəxanasına götürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Deməli, artıq bu sağalıb, bunun yerinə sağlam olan dostları xəstəxanalıq olubdu. Mən dərhal komissarın yanına getdim, təlaşımı görüb mənə 2 sətirlik bir yazı göstərdi. Orada savadlı bir əl rusca yazmışdı. Demişdim, elə də oldu. Döyüşçü ölməyəcəkdi. Mən yazıyı oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə soruşdum. Nə soruşduğumu komissar bilmirdi. Həkim yazır, dedi. Lətifin sağalmağına ümidimiz yox idi. Deməli, Nəsrəddin yaralıdır Səhra xəstəxanasında, amma Lətifin vəziyyəti ondan daha da ağırdı. Köks qəfəsinə 2 güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib, amma həkim qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalması müəyyəndir. 2 ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb görüşmək üçün icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamanı Səhra xəstəxanasına gedən maşınların birinə atdım. Əvvəl Nəsrəddini tapdım. O isti bir xalat geyinmiş, həyətdə gəzinirdi. Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb bağlamanı açmaq istədim. Nəsrəddin nə deyir? Fikir verin. Anası demişdi ki, üçünüz bir yerdə olanda, yəni 3 qardaş bir yerdə olanda açın. Amma bu qabaqlamaq istəyir, Nəsrəddin də mane olur. Yeməli şeydir, xarab ola bilər. Lətifsiz açmayacaqsan. Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum. Elə isə dur, dedi. Dur, onun yanına gedək. Nəsrəddinin uca boylu zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəlmişdilər. Bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi. Deməli, Nəsrəddinin həkimi biraz ciddi bir adamdır deyə ona yanaşmaqdan utanırlar. Mən həkimi yumuşatmağı boynuma aldım, gözlədim, o otağından çıxanda rəsmi vəziyyət alıb məqsədimizi söylədim. Sabah nahardan sonra yarım saat gedə bilər, deyə o icazə verdi. Həkim bunu deyib ötdü, mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal tapmadım. Mən bugün Lətifin yanına getdim, Lətif ağır xəstəlikdən təzə ayılırdı, rəngi rufu qalmamışdı, məni görəndə sevincdən ağladı. Buna diqqət edin. Məni də qəhərləndirdi. Narahat etməyim deyə tez durdum, bağlamanı onun yanına qoyub çıxdım. Lətifin sağalıb hissəmizə qayıtmağı 2 ay yarım çəkdi. Deməli, bunlar bağlamanı xəstəxanada açmırlar, diqqətli olun. Lətif də sağalır, deməli, Nəsrəddin də sağalır sonra. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Lakin açılmadı, ancaq Lətif gələndən sonra 3 səmimi yoldaş oturub sovqatı açdıq. Burada albuxara, kişmiş, fındıqdan tutmuş ordubad almasına qədər vardı. Burada olan məhsullarda yadda saxlayın, birdən düşər. Yeməli şeylərin altında adamı bir əl dəsmalı, ətirli sabun, adama bir cüt toxunma əlcək var idi. Əlcəkləri əlimizə taxdıq, anamın sözü mənim qulağımda cingildədi. Bir oturun, bir gəzin, bir vuruşun.
Uşaqlar dedim, bu əlcəklərdə analarımızın mehribanlıq istisi, vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə yanımızda olduqlarını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdü. Deməli, müəllif daha öncə də öz fikirlərində ana ilə bağlı gözəl bir ifadə demişdi. Biz bunu işarələdik. Gördüyünüz kimi öz yoldaşlarına da bənzər fikirlər deyir. Və deyir ki, bizi döyüşə də, qələbəyə də aparacaqdır. Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər. Bir gəzək, bir vuruşaq. Qoyun, dedim. Analarımızın surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağalsınlar. Sağ olaq. Torpağımıza soxulan təcavüzkarları məhv edək. Analarımız sevinsin, arxayın yaşasınlar. Ana vətən bizdən razı qalsın. Görün yoldaşlar, nə gözəl sözlər qeyd olunubdur. Həqiqətən təsirlənməmək əldə deyil. Deməli, gəlin burada qeyd olunan məlumatları da oxuyaq. Ondan sonra danışarıq yenə. İkinci Dünya müharibəsinin, baxın, bir yox, 2. Ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri verilməsə də, səni çaşdırıb deyər ki, geniş müharibə səhnəsi var. Xeyr. Oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur. Dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Fikir verin. Qapımızdan keçən su arxının başında oynardım. Söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi. İnsan həmişə dinc halını, yəni məsələn valideyn indi xoşbəxtdir. Valideyn oturub otağında dərsini keçir, isti bir mühiti var özü üçün. Amma valideyn nə vaxtsa dara düşsə bu günü xatırlayacaq və ona həsrətlə yanaşacaq, nisgi ilə yanaşacaq. Bax, bu da onun kimi. Müharibə isə gerçək və amansızdır. Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm. Gürultunu qoparan da mənəm. Gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Bu da əsərin əvvəlində. Artıq orada huşunu itirmək üzrədir və insanda fərqli bir ab-hava yaranır. Sən öz bədənini sanki hiss etmirsən, sanki ruhun başqa bir cismə çevrilir. Dinc həyatın, əziz xatirələrin, müqəddəs hisslərin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir. Daha sonra bədii təsvir ifadə vasitələri var. Hissiz sükut, məgər xəyal onları gətirib bizə yetirə bilərmi? Məsələn, burada xəyalın gətirib yetirməsi metafordur. Hissiz sükut nədir? Epitet. Deməli, bədii təsvir ifadə vasitələri ustalıqla var, verilibdir. Vəssalam. Bu qədər yoldaşlar. Və siz burada obrazların əməllərini və mənim burada altından xətt çəkdiyim hissələri, xüsusi vurğuladığım hissələri yadda saxlasaz, bu əsərdən heç bir probleminiz qalmayacaq. İmtahanda tez-tez istifadə olunan suallar bu əsərdən gəlir. Hələlik özünüzə yaxşı baxın, bəyənmək yaddan çıxmasın.